Nicat Atayev 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olub, əslən Kəlbəcər rayonundan idi. Azərbaycan ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Atayev sentyabrın 27-sində Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olub, 2-ci Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Nicat Atayev ölümündən sonra Vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə və igidliyə görə medalı ilə təltif edilib.